Salam əleykum, əziz tələbələr. Yeni dərsimizə başlayırıq. Salam əziz tələbələr. Biz sizinlə birlikdə Mübarək Yasin surəsinin 5-ci ayəsinə qədər izahlı öyrəndik. İndi isə bu videoda daha da izah edəcəm, yaxşı yadınızda qalsın deyə. Birinci, həmişə Əuzu billahi minəşşeytanirracim. Sonra bəsmələni deyirik. Bismillahirrahmanirrahim. Burada bəsmələdə birinci biz bilirik ki, 3 dənə hə hərf var idi. Birinci hə bizim öz həyimizdir, sadə həydir, Azərbaycan dilində olan həydir və 2 hərfli olan Rahmanir-Rahim sözündəki isə boğaz hərfləridir. Yəni buna diqqət edək. Sonra birinci ayəni başlayırıq. Yasin. Burada Yasin sözü muqatta hərflərdəndir və yə 2 səs miqdarında uzanır, sin isə 6 səs miqdarında uzadılır. İndi isə keçirik ikinci ayəyə. Əziz tələbələr, canlı dərsə qoşula bilməyənlər üçün video hazırlamaq qərarına gəldim ki, onlar da özlərini dərsdə bilmiş kimi olsunlar və çox da narahat olmasınlar. İnşallah ki, arada da həmişə çəkilər, yəni narahat olmayın. Canlı dərsdə də qoşularsınız və video şəklində də izlərsiniz inşallah. Demək, ikinci ayəmiz Vəl Qur'anil Həkim. Burada vav hərfi dodaq hərfidir. Vəl Qur'an. Baxın, Qur'an 2 hərf miqdarında, 2 səs miqdarında burada məd verilir. Bu da həm dəyişdirici məd deyilir, həm də mədd bədəl. Yəni hansısa uyğunluq formada yadda saxlaya bilərsiniz. Əsas o ki, düzgün qaydanı biləsiniz. Vəl Qur'anil Həkim. Buradakı hərf də boğaz hərfidir, hə hərfi. Və Həkim. Sonra burada ariz məd baş verir və biz həkimi, məsəl üçün, burada sonluqda biz olan kəsrə oldu, fəthə oldu, bunu saxlayırıq və burada axırdakı olan mim hərfi də olur arizi sukun. Arizi sukun da olduqda, demək, axırdakı sukun nə olur? Olur iskan vəqf olur. İndi isə 3-cü ayəmizi oxuyuruq. İnnəkə ləminəl mursəlin. Burada qulna baş verdi. Nun hərfində, innə sözündə və mursəlin. Burada ra hərfi qalın hərfdir. Məsələn, biz bunu mursəlin deyə bilmərik. Mur qalınlığı bilməlidir. Mursəlin. Və yenə də burada axırda nə oldu? Hansı məddir bu? Arizi mədd. Mursəlin. Arizi mədd oldu və nunun fəthəsini götürürük. Burada vəqf edirik. Burada da arizi mədd, arizi sukun olduğu üçün bu iskan vəqf olur. İndi isə 4-cü ayəmizi oxuyuruq. Alə, baxın, alə. Burada əyin hərfidir və yə hərfinin üzərində kiçik əlif hərfi var. Bu da 2 səs miqdarında uzanmanı göstərir. Alə, siratim müstəqim. Sat hərfi qalın hərfdir və bunu sı kimi fikirləşirik və kəsri ilə oxuyanda sı olur. Siratim müstəqim və tanın qalınlığını saxlayaq. Siratim müstəqim. Və sonra keçək 5-ci ayəmizə. Keçdik 5-ci ayəmizə. Tənziləl azizir-rahim. Burada nə baş verdi? Burada ixfa var. Burada ayn boğaz hərfi var. Hə hərfi var. Boğaz hərfi və yenə o birisi ayələrdə olduğu kimi axırında ariz məd, ariz sukun və iskan vəqf vardır. Tənziləl azizir-rahim. Burada nun hərfi z hərfi ilə birləşir. Burada ixfa olunur. Biz bacardığımız qədər nun hərfindən sonra gələn 15 hərf ki var, hər birinin məxrəcinə uyğun dilimizi saxlayaraq nun hərfini həmin yerdə ixfa edirik. Məsələn, elə bir ki, z demək istəyirik nun hərfindən sonra. Ona görə dilimizi z hərfi, zeyn hərfinin məxrəcində saxlayırıq. Məsəl belə, Tənziləl azizir-rahim. Sağ olun, əziz tələbələr. Yeni dərsdə görüşənə qədər.